3 gündə alıb soyuducumda saxladığım paxlalarımı nəhayət ki bugün vaxt tapıb təmizləməyə başladım. Təmizləyərkən çalışın ki, biraz köməkli təmizləyin, biraz vaxt aparır. Təmizlədikdən sonra paxlaların üzərində də qabıqları olur. Baxın, bu üst qabıqlarını da mütləq təmizləmək lazımdır. Mən yarısını təmizlədim. 500 qram mənə lazımdır plov üçün. Qalan hissəsini isə buzluğuma yerləşdirdim. Lazım olan vaxtı götürüb istifadə edəcəm. Təmiz-təmiz yuduqdan sonra bunları ətimi də ət maşından keçirdim. Dana əti biraz da quyruğu ət maşından soğanla birlikdə keçirdikdən sonra üzərinə duz, biraz qara istiot əlavə etdim. Yaxşı-yaxşı xəmirimi əlimlə yoğurduqdan sonra bir neçə dəfə də qabın içərisinə çırpdım ki, bişərkən qəşəng öz formasında qalsınlar, dağılmasınlar. Və gördüyünüz kimi küftəciklər düzəltdim. Üzərindən də biraz əlimlə yaslayaraq dairəvi şəkildə kotlet formasına saldım və bunları buzluğumda bir qədər gözlətdim. Düyümü hazır edənə kimi suyum qaynadıqdan sonra içərisinə duzunu əlavə edirəm, qarışdırıram və həmin bu duzlu sudan bir qədər də götürüb kənarda gözlədirəm. Düyümü də əvvəlcədən duzlu suda ıslatmışdım. Hardasa saat yarım olardı. Düyümü alaçı bişdikdən sonra biraz düyüdən götürdüm. Qazmaq hazırlamaq üçün və paxlaları da içərisinə əlavə etdim. Paxla ilə birlikdə çox az qaynamağa düşən kimi ocaqdan götürüb süzürük və duzlu suyu da üzərinə əlavə edib burada da qazmaq hazırlayıram. Qazmaq üçün də bir ədəd yumurtanın üzərinə 3 xörək qaşığı qatıq, yarım çay qaşığı sarı kök və bir qədər də düyü əlavə edib qarışdırıram və budur. Dədə-baba qazmağımız hazırdır. Qazanın içərisinə bir qədər yağ əlavə edirəm. Qazan isindikdən sonra qazmağı əlavə edib yayıram. Qapağını da üzərinə yerləşdirirəm və gördüyünüz kimi 2-3 dəqiqə gözlədirəm ki, qazmaq biraz bərkisin. Bərkimədikdə düyünü əlavə edərkən qazmaq düyüyə yapışır. Qəşəng qazmağımızın üzəri biraz bərkidikdən sonra düyüdən az əlavə edib və hazırladığım kotletləri düzürəm. Üzərinə də yenə də paxlalı düyümüzdən və şüyüddən əlavə edirəm. 4 ədəd iri dəstə şüyüddən istifadə edirəm. Kiçik dəstə olsa bir qədər artıq da götürə bilərsiniz. Sonda da plovumuzun üzərinə plovumuzu dada ləzzətə gətirən kərə yağımızdan əlavə edib plovumuzu 1 saatdan bir qədər artıq, hardasa bir 15-20 dəqiqə müddətində, yəni 1 saat 20 dəqiqə müddətində dəmə qoyuram. Qazanın altına da mütləq dəmir yerləşdirmək lazımdır ki, dibi yanmasın. Və gördüyünüz kimi artıq plovumuz çox gözəl dəm alıb. Qazanımızın hamısını bir qabın içərisinə əlavə edirəm ki, yağı da hər tərəfindən süzülsün. Hazırladığım kotletlərim də hamısı bütöv halda qalıblar, qətiyyən əzilməyiblər və çox gözəl pişiblər. Hətta hazırladığım qazmaq belə bütöv halda qazanın dibindən düşdü. Doğrayıram və süfrəyə verirəm. Mən qazmaq çox qalın olanda, yumşaq olanda sevmirəm. Bu cür qəşəng incə, xırçıltılı olanda çox sevirəm. Videonu bəyənməyi unutmayın. Göz haqqınızı halal edin. Hazırlayanlara nuş olsun. Hələlik.